Kondisionerdən düzgün istifadə edirdikdə ümumiyyətlə təhlükəsizdir və bir çox hallarda isti havanın sağlamlığa mənfi təsirlərini azaltmağa kömək edir. Lakin yanlış istifadə və ya lazımi qulluq edilməməsi bəzi sağlamlıq problemlərinə səbəb ola və ya mövcud xəstəlikləri kəskinləşdirə bilər. Ən çox rast gəlinən risklər nələrdir? Birincisi C2 qişaların quruması. Uzun müddət kondisionerli otaqda qalmaq burun və boğaz gözlərin qurumasına səbəb ola bilər. Bundan başqa temperatur fərqindən ortaya çıxan problemlər ola bilər ki, xüsusən də əgər bayırda, çöldə çox isti, otaqda çox soyuq olduqda orqanizmə əlavə yük düşür və bu da halsızlıq, baş ağrısı və narahatlıq hissi yarada bilər. Əgər filtrlər vaxtında təmizlənməzsə, kondisionerlər toz, kif sporları və digər allergenləri otağa yaya bilər ki, bu da toz və allergiyaların yayılması və bəzi xəstəliklərin ortaya çıxmasına səbəb ola bilər. Vaxtında təmizlənməyən sistemlərdə bakteriya və kif inkişaf edə bilər ki, bu da tənəffüs problemlərinə, istər göbələk mənşəli, istər bakterial mənşəli infeksiyaların yaranmasına gətirib çıxarda bilər.